açacağımız qapı. Gəlin tam təbii sularla Qazaxıstan metrosunun çıxacağındadır. Hətta elə Doktor Seyfəddin klinikası deyildi. Samir bəy, bizdə də əsas müalicə təbii sularla aparılır və orada da həm arı zəhəri, iridoterapiya, zəli ilə müalicə, qurbağa ilə müalicə, hicama ilə müalicə, iynə batırma ilə müalicə, masajla, bütün növ Amerika buraxılışı olan çatanaq aparatı ilə masajımız var. Harda duz yığılması, ağrı varsa onu götürür. Sonra ayaq altı üçün karıya istehsal olan aparatımız var. Masaj aparatı. Yəni ayaq altında bilirsiniz insanların çoxunda deyir elə bir xırın üstə gəzirəm, hissiyatım yoxdur. Və yaxud da ki orada mazol var, orada ağrılar var, hiss eləmirəm. Yəni gözəl laboratoriyamız var, uzistlərimiz var, çox gözəl uzi aparatımız var, stomatologiyamız var, çox gözəl personalımız var xidmət üçün. Doktor Seyfəddin klinikası ilə bu yayda istirahət eləmədik demək olar ki, insanlarımıza xidmət elədik. İnsanlarımızın xidmətindəsi.